Mən Vüsal Kəlbəcəri, Çağdaş Təhsil Mətbuatının rəhbəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonu, görkəmli şəxsiyyətlər yetişdirən rayon Neftçala rayonundayıq. Neftçala rayonunda biz Aşağı Sura kəndində bir neçə nəfər müəllimi çəkmişik. Təqaüddə olan müəllimlər, o müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Müəllim, adınız, soyadınız? İbrahim Dünyamaliyev. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmışsınız və indi alanızda neçə yaşınız var? 45 il çalışmışam, hazırda 71 yaşın içindeyim. Demək o yubileyə gəlmişik, 70 yaşa gəlmişik. Hər bir insanın ən böyük arzusu ki, 70 yaş yubileyi olsun. Allah sizə ömür versin, ay müəllim. Sağ olun, sağ olun, çox sağ olun. Müəllim, hansı fən tədris eləmişsiniz? Fiziki tərbiyə. Bədən tərbiyə. İnsanların, şagirdlərin, tələbələrin sağlamlığı üçün ən çox əziyyət çəkən müəllimlərdən biri. Özü bizim vaxtımızda hörmətli izləyiciler. Biz ən çox bədən tərbiyə müəllimdən qorxurduq, həm də çəkinirdik. Allah sizə ömür versin, müəllim. Sağ olun, çox sağ olun. Müəllim, biz bilirik müəllimlikdən əlavə, siz də gözəl atasınız, gözəl babasınız. Sizin neçə evladınız var? 4. Adlar nədir? Böyük oğlum Şahin, kiçik Rəşad, 3-cü qızım Müsalə, 4-cü Aysel. Ay maşallah, bəli. Sizə Allah ömür versin. Amma belə cavan qalmazı səvkəli çəkişdən öncə bizə dediniz ki, həyat yoldaşınızdır. Elə mi? Bir daha siz də xoş gördük. Adınız, soyadınız? Dünyamaliyev Təyyarə, Abbasqulu qızı. Çox gözəl. Müəllim necə həyat yoldaşı, necə ata, necə baba oldu və nə arzulayırsınız? Ona can sağlığı arzulayıram, uzun ömür arzulayıram, sağlam canla. O gözəl ata olub, gözəl babadır, gözəl həyat yoldaşıdır, qayğıkeş, mehriban həyat yoldaşıdır. Çox gözəl. Həm də gözəl atadır. Siz də müəllim olmusunuz yoxsa? Yox, mən buxaltıram. Mühasibsiniz. Mühasib. Onda əsas pul ondadır. Və Allah sizə ömür versin, can sağlığı versin. Və neçə nəvəniz var? 9 nəvəniz var. Bax, bugün 2025-ci il, 26 sentyabr tarixli mən Vüsal Kəlbəcəri və bizim bölgə müxbirimiz, neçə illərin jurnalisti, bölgə müxbiri Fərqanə xanım da Qarabağlı da bizləndir və biz sizin qonağınızıq bu günlər. Bizə və nəvələrinizə, nəticələrinizə nə arzuluyorsunuz? Birinci növbədə can sağlığı. Bəli. Can sağlığı hər şeydən önəmlidir. İkinci mehribançılıq, səmimilik, mehribançılıq. Siz mühasib yox, siz jurnalist və hüquqşünas olmalıydınız. Siz nə arzuluyorsunuz nəvələrinizə? Mən də həmçinin sağlamlıq, Bəli. yəni ali təhsil, böyüdür, nəvəm böyüdür, 10-cu sinifdə oxuyur. Təhsillərin yəni yaxşı yolla davam elətdirsinlər, bəli. Çünki ataları, anaları hamısı təhsillidir. Çox gözəl. Ali təhsildə özləri də təhsil qazansın. Çağdaş Təhsil komandası olaraq biz də, mən Vüsal Kəlbəcəri və Fərqanə xanım da sizlərə dərin təşəkkürünü bildiririk. O gün olsun ki, Allah təala sizə ömür versin, 75, 80, 90, 100 yaşınızda gələk gözəl çəkiş edin. Təşəkkür edirəm, minnətdaram. Can sağlığı arzulayıram. Təşəkkür edirəm. Allah sağlam canla uzun ömür versin. Ömür boyu sağlam yaşayasınız, gözəl işlərdə işləyəsiniz. Təşəkkürlər. Sağ olun. Təşəkkür edirəm bura gəldiyinizə görə. Çox sağ olun.